Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Rusiya prezidenti Vladimir Putinlə şəxsi münasibətlərinin pisləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Onun Ukrayna üzrə xüsusi nümayəndəsi Kate Kellogg Fox News telekanalı müsahibəsində bu barədə danışıb. Ağ Ev rəsmisi əlavə edib ki, Moskvanın Trumpla konstruktiv şəxsi münasibətləri pozması böyük səhv olar. Xatırladaq ki, daha əvvəl Trump Trust Social platformasında Rusiyanın Ukrayna ilə bağlı vəziyyətdə odla oynadığını bəyan etmişdi. Bu fikrə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev sərt reaksiya verərək bildirmişdi ki, əsl təhlükəli məsələ 3-cü dünya müharibəsidir və Birləşmiş Ştatlar prezidenti bunu anlamalıdır. Düşünürəm ki, Donald Trumpın dediyi od onun şəxsi münasibətləridir. Prezident şəxsi münasibətlərə böyük əhəmiyyət verir və bu, onun qərarlarında da özünü göstərir. Bəzən liderlər tam informasiya olmadan qərar verməli olurlar və Trumpın instinktləri bu kimi hallarda çox uğurlu olub. Ağ Ev rəhbəri ilə şəxsi münasibətləri pozmaq lazım deyil. Əgər bu münasibətlər qurula bilsə, Amerika Birləşmiş Ştatları prezidenti ilə daha çox irəliləmək mümkündür. Moskvanın Trumpla konstruktiv şəxsi münasibətləri pozması böyük səhv olar.